Azərbaycan və Ermənistan arasında sülh prosesi artıq gedir və İrəvandan olan nümayəndə heyəti Azərbaycanda, Azərbaycandan olan nümayəndə heyəti isə İrəvanda olublar. Qarşılıqlı əməkdaşlıq başlayıb, amma bu eyni zamanda da media sahəsində olmalıdır. İrəvanda Azərbaycan dilində televiziya fəaliyyət göstərir. Əslində bu haqda işləndə həm maraqlı gəldi mənə, həm də qəribə gəldi. Çünki bir neçə sualım var və suallarıma cavabı elə özlərindən soruşacağıq. Yəni, İrəvanda fəaliyyət göstərən Azərbaycanlı televiziyanın əməkdaşlarından və bağlanırıq İrəvana. Bu söz nə qədər də qəribə də olsa, amma bəli, belədir. Əgər biz sülh istiqamətində işlərə başlamışıqsa, bu həm də media sahəsində olmalıdır. Və bizim birbaşa bağlantımız Ermənistanın paytaxtı İrəvandandır. İrəvanda fəaliyyət göstərən Azərbaycan dilli televiziyanın aparıcısı Diana Karapetyan hazırda bizimlə birbaşa bağlantıdadır və suallarımızı cavablandıracaq. Diana, hər vaxtınız xeyir. Eşidirsiniz bizi? Eşidirəm. Təşəkkür edirəm efirimizə bağlandığınız üçün və əslində maraqlı nüansdır. İrəvanda Azərbaycan dilində televiziya fəaliyyət göstərir. Ermənistanda məhz Azərbaycan dilində yayımlanan televiziya kanalının yaradılmasında əsas missiya nə idi? Hörmətli Real TV-nin əməkdaşları, dəyərli aparıcı, axşamınız xeyir. Mən Yerevandan yeni fəaliyyətə başlayan Azərbaycan dili xidmətinin şərhçisi bu imkandan məmnunluq duyuram. Real TV-nin bütün tamaşaçılarını Ermənistan paytaxtından salamlayıram və suala keçəm. Təşəkkür edirəm suala görə. Bu həqiqətən də çox vacib bir məsələdir. Bizim əsas missiyamız və vizyonumuz regional əməkdaşlığa və anlaşmaya xidmət edən etibarlı informasiya körpüsü yaratmaqdır. Qeyd etmək istəyirəm ki, Reopen Media 7 dildə, o cümlədən İngilis, Rus, Fransız, Fars və digər dillərdə fəaliyyət göstərən böyük bir media platformasıdır və bu geniş kontekstdə Azərbaycan dilində yayıma xüsusi və strateji əhəmiyyət vermişik. Bizim xidmətimiz Ermənistanda ilk dəfə olaraq xəbər buraxılışı formatında Azərbaycan dilində müntəzəm yayım təqdim edir və bu bir nümunəsiz addımdır. Missiyamızın hədəfi sağlam informasiya mübadiləsi vasitəsilə yanlış anlaşmaları azaltmaq, iki xalqın bir-birini daha yaxşı tanımasına və sülh prosesinə media vasitəsilə konstruktiv töhfə verməkdir. Yəni, siz deyirsiniz ki, Azərbaycan dilində bu xəbərləri yayımlamaqdan məqsəd ondan ibarətdir ki, yanlış informasiyaların qarşısını almaq, ümumiyyətlə iki xalqın bundan sonraki birlikdə o sülh istiqamətində addımlamasını daha rahat etməkdir. Düz anlayıram sizi? Evet, bəli. Diana xanım, ilk növbədə hansı auditoriyaya yönəlib sizin xəbərləriniz? Bizim ilk və əsas hədəf auditoriyamız təbii ki, Azərbaycan Respublikasının ictimaiyyəti və xüsusilə də Azərbaycanın media izləyiciləridir. Və məqsədimiz odur ki, onlar Ermənistan haqqında və region haqqında qənaətlərini yalnız üçüncü tərəf mənbələrindən yox, birbaşa mənbədən əldə edilmiş məlumatlar əsasında formalaşdırsınlar. Diana xanım, bəs ümumiyyətlə bu xəbərləri yayımlamaqda, daha doğrusu bu formatda fəaliyyət göstərdiyiniz üçün hansısa bir daxili təzyiq var? Əlbəttə, təzyiqdən daha çox bu böyük bir məsuliyyətdir. Hər bir nümunəsiz addım və regional müstəvidə, yəni dialoq forması ki, ilkin mərhələdə müəyyən reaksiyalara və suallara səbəb olur. Ermənistan cəmiyyətində də Azərbaycan dili yayımın açılması ilə bağlı fərqli fikirlər və müzakirələr mövcuddur. Bəzi hissələr bunun sülh prosesinə müsbət töhfə verəcəyini dəstəkləyir, digərlər isə tarixən formalaşmış həssaslıq səbəbindən ehtiyatla yanaşır. Biz bu reaksiyaları anlayışla qarşılayırıq və onları sağlam ictimai diskursun bir hissəsi hesab edirik. Və bizim əsas vəzifəmiz isə cəmiyyətə peşəkarlığımızın və obyektivliyimizin ilə etibarlığımızı sübut etməkdir. Diana xanım, baxın, biz indi hazırda sizinlə danışırıq. Siz də jurnalistsiniz, mən də jurnalistəm. Ümumiyyətlə, Azərbaycanla Ermənistan arasında sülh istiqamətindəki bu işlərdə sizcə medianın rolu nədən ibarətdir?
Düşünürəm münaqişənin uzun illər davam etdiyi bir regionda medianın rolunu həll edici və strateji əhəmiyyətə malik hesab edirəm. Tarixi münaqişə fonunda media yalnız rəsmi bəyanatların ötürücüsü olmamalıdır. Onun əsas vəzifə informasiya manipulyasiyası ilə mübarizə aparmaq, nifrət nitqinin yayılmasının qarşısını almaq və qarşılıqlı etibarı bərpa etmək üçün zemin yaratmaqdır. Hal-hazırda Ermənistan və Azərbaycan normallaşma mərhələsindədir. Bu mərhələnin uğurlu olması üçün ictimaiyyətlər arası dialoq həyati əhəmiyyət kəsb edir və media məhz bu dialoqun əsas vasitəçi olmalıdır. Ümid edirəm ki, gələcəkdə regionun bütün media orqanları yalnız sülhün, iqtisadi inkişafın və yaxşı qonşuluq münasibətlərinin təbliğatında aktiv rol oynayacaqlar və biz bu yolda ilk nümunəvi addım atmışıq. Diana xanım, sizcə jurnalist tərəf olmalıdır, yoxsa vasitəçi? Mənim və bizim Reopen Medianın peşəkar prinsiplərinə görə bu cür həssas və uzunmüddətli münaqişələrdə jurnalist qətiyyən tərəf olmamalıdır. Jurnalistin missiyası tamamilə fərqli bir rol tələb edir, obyektiv vasitəçi olmaq. Tərəf olmaq avtomatik olaraq tərəfsizliyin və etibarlılığının itirilməsinə səbəb olur. Bizim əsas vəzifəmiz hər iki tərəfin mövqelərini, hadisələri və ictimai reaksiyaları balansı qorumaqla təqdim etməkdir. Bu iki tərəfli yanaşmanı təmin etmək üçün bizim yayımlarımızda yalnız erməni deyil, həm də Azərbaycanlı ekspertlər və mütəxəssislər üçün də xüsusi platforma yaratmışıq. Siz bilirsiniz, düşünürəm və bu yanaşma sayəsində çox şaxəllilik təmin edilir. İctimaiyyət yalnız bir tərəfin fikrini deyil, tam və kompleks mənzərəni görmək imkanı əldə edir, düşünürəm. Diana xanım, sizcə sizin üçün ən azından subyektiv bir sual vermək istəyirəm ki, sizin üçün vətənpərvərliklə təbliğat, yəni propagandanın sərhədi harda dayanır? Bu, jurnalist etikası və vicdanının ən fundamental suallarından biridir, düşünürəm. Bizim üçün vətənpərvərlik və təbliğat arasındakı sərhəd faktlar sadiqlikdən və məqsəddən keçir. Vətənpərvərlik düşünürəm odur ki, sən öz ölkənin maraqlarını qoruyursan, onun müsbət imicini formalaşdırırsan və məsuliyyətlə məlumat yayırsan, bu zaman sən həqiqəti və faktları əsas götürürsən. Təbliğatın əsas aləti selektiv məlumat yayımı və ya dezinformasiyadır. Bizim üçün sərhəd məhz bu faktı təhrif etməkdən keçir. Mən bugün siyasi mövzulara toxunmaq istəməsəm də, jurnalist olaraq bir müsahidəmi qeyd etməliyəm. Bu problem xüsusilə Azərbaycan media mühitində daha qabarıq müşahidə olunur. Əgər biz həm Azərbaycan, həm də Ermənistanın şərti olaraq 3 əsas televiziya kanalını yayımlarına monitorinq aparsaq, görərik ki, Azərbaycan media mekanında daha kəskin və daha konkret təbliğat aparılır. Və bu tendensiya bəlkə də son illərdə düşünürəm daha da güclənib. Biz öz ölkəmizin maraqlarına hörmət etməklə yanaşı, jurnalist etikasını hər şeydən üstün tuturuq. Diana xanım, mən sizi anladım, mən sizi eşitdim, amma bir nüansa diqqət çəkmək istəyirəm. Biz əlbəttə ki, burada sülhdən danışırıq və heç bir formada siyasi prosesləri burada müzakirə etmirik. Biz jurnalistlik, sadəcə olaraq media platformasında necə əməkdaşlıq edə bilərik, bunları danışırıq, bunları müzakirə edirik. Və mən özüm də bir neçə dəfə Ermənistan mediasında monitorinq aparan zaman Azərbaycana qarşı sərt mövqedə çıxış edən həm jurnalistlər görmüşəm, həm də rəsmiləri görmüşəm. Və elə bax, bu məqamda sual vermək istəyirəm ki, sizin kanalınızın Azərbaycana dair siyasəti nədən ibarətdir konkret olaraq?
Bizim redaksiya siyasətimiz Reopen Medianın ümumi beynəlxalq standartlara əsaslanan prinsiplərinə tam uyğundur. Lakin biz siyasətimizin məzmunumuzun kimə ünvanlandığını, yəni Azərbaycan auditoriyasının xüsusiyyətlərini və ehtiyaclarını nəzərə alaraq qurmuşuq. Məhz bu səbəbdən qərarımız var ki, buraxılışımızda təkcə Ermənistan deyil, dedim ki, həm də Azərbaycanlı ekspertlərə, analitiklərə və ictimai xadimlərə mütəmadi olaraq platforma verək. Hesab edirəm ki, məhz bu hər tərəfli yanaşma və balanslı siyasət sayəsində biz Azərbaycan ictimaiyyətə qarşı dürüst, peşəkar və propagandadan uzaq bir xidmət təqdim edirik və bu yolla biz həqiqi çoxşaxəliyi təmin etmiş oluruq. Cənab xanım, bax siz vurğuladınız ki, Azərbaycanlı siyasətçilər də sizin media platformanızda müsahibələr verir, rol alır və Azərbaycanla bağlı bir sıra məlumatları siz paylaşırsınız öz ictimaiyyətinizlə. Maraqlıdır ki, hansısa bir material və yaxud da hazırlanan bir video material, sujet, reportaj və yaxud da müsahibə ictimai fikri dəyişə bilibmi ölkənizdə? Təbii ki, bəzi mövzular üzrə, məsələn, humanitar məsələlər, sərhəddəki sıravi insanların həyati və ya regional iqtisadi əlaqələrə dair potensial imkanlar haqqında yayımladığımız materiallar Azərbaycan ictimaiyyəti tərəfindən həqiqətən də anlaşılan olmuşdur. Lakin qeyd etmək lazımdır ki, bütün mövzularda eyni nəticəni gözləmək realist olmazdı. Elə mövzular var ki, onlar dair hətta iki ölkənin dövlət başçıları belə elə razılığa gəlməyib və bu tamamilə normaldır, düşünürəm. Hansı mövzulardan söhbət gedir konkret olaraq? Artsaq məsələsi və s. Artsaq yoxsa Qarabağ məsələsi? Çünki Ermənistan artıq rəsmi olaraq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. Bizim üçün Artsaq, digərlərin üçün Qarabağ. Amma bu cümlə təməldən səhvdir axı. Siz hələ də Artsaq deyirsinizsə, biz sülh istiqamətində hansı müzakirəni apara bilərik? Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Yəni bu Ermənistanın rəsmi mövqeyindən söhbət gedir. Yəni sizin dövlətinizin mövqeyindən söhbət gedir burada. Evet, amma mənim fikrimcə real diyaloqa mane olan əsas mane tarixi yaddaşdır və hər iki cəmiyyət, həm Azərbaycan, həm də Ermənistan da münaqişənin yaratdığı bu ağır tarixi yaddaşla hələ də barışa bilmir. Bu jurnalistlərin işinə də birbaşa təsir edir və mane yaradan digər bir məqam odur ki, jurnalist və ya şərhçi bəzən dövlət səviyyəsində yürüdülən siyasətlə tamamilə razılaşmaya bilər. Nə qədər ki, o jurnalist etikasını qoruyub saxlayır, müəyyən konkret vəziyyətlərdə dövlətin xəttinə qarşı getmək mümkün olmur. Diana xanım, konkret olaraq sizin media hazırda dövlətin siyasətinə qarşı gedir. Yəni siz dediniz ki, jurnalist gedə bilər. Ona görə soruşuram bu sualı. Yox. Yox, siz getmirsiniz. Yəni sizin siyasətiniz, media siyasətiniz dövlətlə eynidir. Evet. Bəli. Aydındır, aydındır. Bəs auditoriyanız üçün daha çox hansı suallar və yaxud da hansı mövzular maraqlıdır? Ən çox maraq doğuran mövzu Ermənistanın daxili siyasi prosesləridir. Hakimiyyət daxili dinamika, müxalifətin fəaliyyəti, sosial-iqtisadi vəziyyət və s. və bu mövzular regionun gələcəyi baxımdan Azərbaycan ictimaiyyəti üçün daha çox diqqət çəkir. Bəs sizcə media cəmiyyətlər arasında bir platform ola bilərmi? Yəni bir körpü ola bilərmi? Qətiyyətlə bəli. Bizim Reopen Medianın Azərbaycan dili yayımı məhz bu inam üzərində qurulub və düşünürəm ki, media etimadın bərpası üçün ən vacib platforma rolunu oynaya bilər, əgər o öz işini obyektiv, tərəfsiz və fakta əsaslanaraq görsün. Diana xanım, biz indi
danışırıq, müzakirə edirik, suallarımı cavablandırırsınız. Bəs mənim üçün maraqlıdır. Həm sizin şəxsi mövqeyiniz maraqlıdır bir jurnalist kimi, həm də ümumiyyətlə cəmiyyətin mövqeyi maraqlıdır. Çünki bəzən suallar olur ki, Ermənistan cəmiyyəti sülhə hazırdırmı və yaxud da Azərbaycan cəmiyyəti sülhə hazırdırmı? Amma konkret olaraq sualım bundan ibarətdir ki, Ermənistan cəmiyyəti və yaxud da belə deyək ki, sizin media strukturunuz Azərbaycan haqqında məlumatları təhrif olunmadan verməyə hazırdırmı? Məsələyə obyektiv yanaşsaq, Ermənistan, həm də Azərbaycan cəmiyyəti hələ tam olaraq buna hazır deyil. Uzunmüddətli münaqişədən sonrakı dövrdə düşünürəm, belə bir psixoloji hazırlığın dərhal yaranması normaldır. İllərlə formalaşmış qarşılıqlı inamsızlıq və emosional yük hələ də güclüdür. Proses tədricidir, lakin həm Ermənistan, həm də Azərbaycan cəmiyyətində konstruktiv dialoqa maraq göstərən və qarşı tərəfin dinləməyə hazır olan kifayət qədər böyük bir kəsim mövcuddur və biz məhz bu kəsimlə işləyirik. Azərbaycan telekanalları ilə bəs əməkdaşlığa və yaxud da hansısa bir media platformasına Ermənistan mediası hazırdırmı? Necə düşünürsünüz? Bəli, tamamilə hazırıq, lakin bu əməkdaşlıq düşünürəm şərti olmalıdır. O zaman mümkün olar ki, bu tərəfin, yəni Ermənistan cəmiyyətinin fikirlərinə, yanaşmalarına və həyata baxışına bərabər hörmətlə yanaşılsın və layihənin məqsədi tərəfsiz məlumatlandırma olsun. Biz düşünürəm qarşılıqlı hörmət və peşəkar etika əsasında qurulan hər cür media əməkdaşlığına açığıq. Bəs siz özünüz, bax bu layihədə çalışdığınız müddətdə Azərbaycana münasibətiniz dəyişibmi? Bu maraqlı bir sualdır. Qeyd etmək istərdim ki, mən Azərbaycan dilinin və regionun analitik təhlilinin bu istiqamətində ixtisaslaşmağa 10 və daha artıq il əvvəl başlamışam. Mənim Azərbaycana və bu proseslərə olan münasibətim təkcə bu layihə çərçivəsində deyil. O peşəkar ixtisaslaşmadan çox daha dərin və genişdir. Düşünürəm ki, bugün şəxsi münasibətlərimi ətraflı şərh etmək yersiz olar. Əsas olan odur ki, mən bu platformada işləməyi obyektiv və məsuliyyətli bir peşəkar kimi yanaşıram. Azərbaycan dilini təhsillə öyrənmisiniz anladığım qədərilə. Harada öyrənmisiniz? Bizim universitetimizdə. Hansı universitet? Yerevan Dövlət Universiteti. Dövlət. Bəs bu layihəyə başlayarkən, yəni Azərbaycan dilində xəbərlər yayımlamağa başlayarkən hansısa bir şəxsi qorxunuz var idimi ki, cəmiyyət tərəfindən bir təzyiq və yaxud da... Əlbəttə olub. Həqiqəti desək, bugünə qədər də bu qorxular və risklər qalmaqdadır. Olaraq nədən qorxursunuz, Diana xanım? Nə baş verə bilər? Təəssüflə qeyd etməliyəm ki, bizim yayımlarımızın şərh bölmələrində bəzi Azərbaycanlı istifadəçilər və bu normaldır düşünürəm. Onların tərəfindən çox sərt söyüşlər, təhdidlər və ya mənfi şərhlər yazılır. Hətta ora çatacağıq, səni öldürəcəyik kimi birbaşa hadələr də olub. Bu cür aqressiya təbii olaraq psixoloji təzyiq yaradır. Lakin bütün bunlara baxmayaraq mən nəyin naminə işlədiyimi tam olaraq bilirəm və mənim məqsədim dialoqun açılmasına, etimadın yaradılmasına xidmət etməkdir. Yaxşı, sualımı bəs belə ünvanlasam ki, jurnalist olaraq sizin üçün həqiqət daha önəmlidir, yoxsa milli maraqlar? Bu çətin bir dilemadır. Mən bu seçimi bir-birinə qarşı qoymaq istəməzdim. Bizim üçün əsas hədəf Azərbaycan ictimaiyyətinə milli dəyərlərə və milli maraqlara söykənən həqiqəti çatdırmaqdır. Həqiqəti səmimi şəkildə təqdim etmək əslində milli maraqlara xidmət etməyin ən etibarlı yoludur və bizim işimiz budur və heç nə artıq deyil. Diana xanım, baxın, belə bir cümlə qurum sizin üçün. Biz hazırda danışırıq, söhbət eləyirik və elə həm biz, həm Ermənistan cəmiyyətindən
eyni zamanda Azərbaycan cəmiyyətində bir-birləri ilə kommunikasiya quran şəxslər sübut edib ki, dialoq mümkündür. Bu mümkündür, danışaraq da hansısa məsələləri həll etmək olar. Və biz uzun illər bu prosesə gəldik, çatdıq. 30 ildən çox vaxtımızı aldı, amma nəticə etibarilə gəldik, çatdıq. Və siz də bir Ermənistan cəmiyyətinin üzvüsünüz. Hər zaman biz studiyamızda elə oturduğum bu masada da müzakirə edirik ki, Ermənistan cəmiyyəti sülhə hazırdırmı və s. Əgər sizə bizim efirimiz vasitəsilə bir platforma təqdim etsək, bir Ermənistan cəmiyyətinin üzvü kimi Azərbaycan cəmiyyətinə nə deyərdiniz? Mən onlara tolerantlığa və rasional düşüncəyə dəvət edirəm. Məsləhət görürəm ki, təkcə rəsmi kanalların deyil, həm də fərqli mənbələrin verdiyi xəbərləri diqqətlə izləyin və ən əsası isə onları Azərbaycanda onlara deyilməyən, göstərilməyən fikirləri və hadisələri dinləməyə çağırıram. Sizin sözünüzdən ən azından mən bunu anladım. Əgər səhvim varsa düzəldin. Dövlət televiziyasının yayımladığı xəbərlərlə digər özəl televiziyalarınızın yayımladığı xəbərlər arasında fərq varmı? Yəni ciddi bir fərq varmı, belə deyək? Ciddi fərq deyil, amma az fərqli düşünürəm olur. Gəlin belə danışaq. Təsəvvür edin ki, 10 il keçib bu proseslərin üstündən və biz artıq sülh müqaviləsini imzalamışıq. Sizcə bu proseslərin yekununda medianın rolu nədən ibarət olacaq? Bu arzuladığımız ən gözəl ssenaridir. Əgər 10 ildən sonra ölkəmizin arasında tam etimad bərpa olunsa, medianın rolu təməlindən dəyişəcək və daha konstruktiv bir mərhələyə keçəcək düşünürəm. Media artıq münaqişə qalıqlarını təmizləyən və ya etimadsızlıqla mübarizə aparan bir qurum olmayacaq və əksinə onun əsas funksiyası regional əməkdaşlığının, iqtisadi inteqrasiyasının və mədəni mübadilənin təbliğatçısı olmaq olacaq. Yəni media gərginliyin azadılması rolunda regional inkişafın katalizatoru roluna keçəcək və bu düşünürəm hər bir peşəkar jurnalistin ən böyük arzusudur. Diana xanım, çox sağ olun. Efirimizə bağlandınız, suallarımı cavablandırdınız. Artıq sülh olsun, regionda sülh olsun və bir daha müharibə olmasın. Biz yalnız sülh istiqamətində xəbərlər ötürək və ümid edək ki, həqiqətən də səmimi şəkildə biz ən azından Ermənistan cəmiyyətindən bunu gözləyirik. Səmimi şəkildə biz buna gəlib çatarıq, həmin o günə gəlib çatarıq. Təşəkkür edirəm. Buyurun, sözünüz varsa eşidirəm sizi. Mən də təşəkkür edirəm və ümid edirəm ki, bu cür konstruktiv və peşəkar formatlı görüşlərimiz davamlı olacaq və biz gələcəkdə də regionda sülhün və əməkdaşlığın inkişafı barədə danışacağıq Vəfa xanım. Niyə də yox, niyə də yox. Gələcəkdə bəlkə telekörpü də etdik, birlikdə doğru, düzgün xəbərləri yayımladıq. Yəqin ki, buna hər iki cəmiyyətin də ehtiyacı var. Çox sağ olun Diana xanım, bir daha. Təşəkkür edirəm. Bəli, vurğuluyum ki, bizim birbaşa bağlantımız İrəvandan idi və İrəvanda Azərbaycan dilində fəaliyyət göstərən həmin o televiziyanın, Reopen Medianın aparıcısı Diana Karapetyan suallarımı cavablandırdı. Ümid edək ki, həqiqətən də Ermənistan cəmiyyəti sülhə hazırdır.